Herkese salam. Bu videoda sizlerle 6-cı sinif riyaziyyat iş dəftərindən səhifə 17-dəki tapşırıqların izahlarına baxacağıq. Burada ümumiləşdirici tapşırıqlar yerləşir. Gəlin ümumiləşdirici tapşırıqlardakı bu tapşırıqları birlikdə yazaq. Bir nömrəli tapşırıqdan başlayaq. A variantında yazılıb ki, baxın, 4 üstü 3 üstə gəlinsin 2 üstü 4 üstə gəlinsin 7 üstü 3. Burada gəlin qüvvət yüksəltmə əməlini yerinə yetirək. 1-1. 4 üstü 3-ün qiymətini tapaq. 2 üstü 4-ün qiymətini tapaq. 7 üstü 3-ün qiymətini tapaq və bunları cəmləyək. 4 üstü 3 nə deməkdir? 3 dənə 4 vurğunun hasili. 4 vur 4 vur 4, yəni 64 edir. 2 üstü 4. 4 dənə 2 vurğunun hasili. Bu deyilir 16. 7 üstü 3 də 3 dənə 7 vurğunun hasilidir. Bu da 343'e bərabərdir. İndi bu ifadələri toplayaq. 64 üstə gəlinsin 16 üstə gəlinsin 343 bərabərdir. 64'ün üstünə 16 gələndə alınır burada 80. 80'in üstünə də 243 gələndə alınır 423. 80'in üstünə 343 gələndə alınır 423. Belə. İndi B variantına baxaq. B variantında yazılıb ki 3 üstü 5. Baxın 3 üstü 5. 5 dənə 3 vurğunun hasili. Bu nəyə bərabərdir? 243'e bərabərdir. 2 üstü 4 bayaq dediyim kimi 16'ya bərabərdir. 6 üstü 3 də 216'ya bərabərdir. Siz bunlardan çoxlu həll etsəz, artıq bunları sürətli şəkildə qiymətlərini tapa bilərsiniz. İndi yerinə yazaq. 3 üstü 5 nəyə bərabərdir? 243'e. 243 üstə gəlsin 2 üstü 4 16. Çıxılsın 6 üstü 4 yəni 216 bərabərdir. 243'ün üstünə 16 gəlirik. Alınır burada 259. 259 alınır. 259'dan da burada yazılmalı. 259 alınır. 259'dan da çıxırıq 216'nı. Burada da alınır 43. Belə. Bir dəqiqə. Belə. İndi keçək C variantına baxaq. 3 üstü 5 burada da var. 3 üstü 5'in qiymətini artıq bilirik. 3 üstü 5 nəyə bərabərdir? 243'e. Baxın bir dəfəmlə artıq yazıram vaxt getməsin deyə. 2 üstü 6 uşaqlar 64'e bərabərdir. 7 üstü 3 də 343'e bərabərdir. İndi gəlin yerinə yazaq. 3 üstü 5 yəni 243. Çıxılsın 2 üstü 6 yəni 64. Üstə gəlsin 7 üstü 3 yəni 343 bərabərdir. 243'dən 64 çıxırıq alınır 179. 179'un üzərinə də 343 gəlirəm. Burada da alınır 522. Belə. Keçək D variantına baxaq. D variantına baxaq. D variantında 5 üstü 3 yazılıb. 5 üstü 3 uşaqlar 125'e bərabərdir. Bir dəfəmlə yazıram. 3 üstü 3. 3 vur 3 vur 3 yəni 27. 1 üstü 10. 1'in istənilən dərəcədən qüvvəti ilə 1'in özünə bərabərdir. 1 üstü 10 1'ə bərabərdir. İndi yerinə yazaq. 5 üstü 3 yəni 125. Çıxılsın 3 üstü 3 yəni 27. Çıxılsın 1. 125'ten 27 çıxanda qalır 98. 98'den də 1 çıxanda qalır 97. Belə. Keçək 2 nömrəli tapşırığa baxaq. Yazılıb ki, ifadələrin qiymətini tap. Gördüyünüz kimi kənarda kalkulator şəkli var. Bunu kalkulatorla hesablaya bilərsiniz. Belə də yaza bilərsiniz. Kalkulatorla da yaza bilərsiniz. Baxın, A variantında verilib ki, 2 üstü 5 vurulsun 4 üstü 2. 2 üstü 5 uşaqlar. 2'nin 5 dənə 2 vurğunun hasili. Baxın 1, 2, 3, 4, 5. 2 üstü 5 bərabərdir 32'ye. Baxın belə. Daha sonra 4 üstü 2 uşaqlar 4 vur 4 deməkdir 16'ya bərabərdir. Yəni biz 32'ni vururuq 16'ya. İndi gəlin bu hasili birlikdə tapaq.
Siz bunları kalkulatorla da yaza bilərsiniz. 6 dəfə 2 12 yazırıq bir yadda. 6 dəfə 3 18 isə gəl 1 19. Bir dəfə 2 2, bir dəfə 3 3. Qalır burada 512. Deməli A variantı oldu 512. Belə. İndi B variantına baxaq. Kalkulator burada verilib. Təbii ki, özünüz hesablamağınız sizə daha çox xeyirli olar. İndi baxaq 10 üstü 3 bölünsün 5 üstü 2. 10 üstü 3 nə deməkdir? Baxın. 10 üstü 3 1000. 1000'ə bərabərdir. Yəni belə başa düşün. 1 arxasında 3 dənə 0. Qısa şəkildə test tapmağın yolu belədir. İndi ardına baxaq. Bölünsün 5 üstü 2. 5 üstü 2 25'ə bərabərdir. İndi yerinə qoyaq. Baxın. 1000'i bölək 25'ə. 1000'i də 25'ə böləndə alınır 40. Deməli B variantının cavabı 40'dır. Keçək C variantına baxaq. C variantına nə verir? 5 üstü 4. 5 üstü 4, 4 dənə 5 vurğun hasilidir. Mən bir dəfəmli yazıram qiymətini. 625'ə bərabərdir. Çıxısın 2 üstü 6. Baxın 2 üstü 6'nın da qiymətini yazdım. Sonra yerinə qoyarım. 2 üstü 6 64'ə bərabərdir. 600 yəni 5 üstü 4 yəni 625. Çıxısın 2 üstü 6 yəni 64. Bərabərdir. 625'dən də 64 çıxanda qalır 561. Belə. C variantında cevabı oldu 561. İndi keçək D variantına baxaq sürətli şəkildə. 4 üstü 3 mötərizədə üstü 2. Mötərizənin daxilindəki ifadənin qiymətini tapaq birinci. 4 üstü 3. 4 üstü 3 nəyə bərabərdir uşaqlar? 4 vur 4 vur 4. Yəni 64. Mötərizənin daxili elədi 64. Bu da eləyir 64 üstü 2. 64 üstü 2 də nə deməkdir? 64 vur 64. 64'ü de 64 vuranda alınır. 4096. Belə. Bunu da yazdım. 4096. İndi keçək digər varianta baxaq. Y variantına baxaq. Y variantında verilib 3 üstü 5. 3 üstü 5. Deməli 243'ə bərabərdir. Baxın yerinə yazıram. Mötərizənin içində 3 üstü 5'in yerinə yazıram. 243 çıxılsın. 2 üstü 5 32'dir. Çıxılsın 1. Ardına olduğu kimi yazıram. Bölünsün 7 üstə gəl. 2 üstü 5'in də qiymətini yazıram. 2 üstü 5 uşaqlar 32'yə bərabərdir. Bərabərdir. Birinci mötərizənin daxilindəki ifadənin qiymətini tapırıq. 243'dən çıxırıq 32'ni. Alınır burada 211. 211'dən də 1 çıxanda alınır 210. Mötərizənin içindəki ifadənin qiymətini tapdıq. 210. Ardına olduğu kimi yazırım. Böl 7 üstə gəl 32. Bərabərdir. 210'u 7'ye böləndə alınır 30. 30 ardına olduğu kimi yazırım. Üstə gəl 32. 30'un üzərinə də 32 gələndə alınır 62. Belə. Keçək indi digər F variantına baxaq. Yazılıb ki burada. 7,2 bölünsün 3,6 üstü 6. Baxın. Birinci belə olan halda biz demişdik ki, təbii ki, birinci mötərizənin daxilinə baxırıq. Mötərizənin daxilində də geri qüvvət yüksəltmə əməlləri varsa, onları yerinə yetiririk. Daha sonra digər əməlləri növbə ilə yerinə yetiririk. Baxın, birinci mötərizəyə baxaq. Birinci mötərizənin daxilində bölmə əməli var. 7,2 böl 3,6. 7,2'ni 3,6'yı böləndə 2 eləyir. Birinci mötərizənin daxilindəki ifadənin qiyməti 2'dir. 2 üstü 6. Baxın yazıram. 2 üstü 6 vurulsun. İkinci mötərizəyə baxaq. Mötərizəni açıram. 11 üstü 2 uşaqlar 11 vur 11 deməkdir. Bu da eləyir 121. 121 çıx 1. Ardına olduğu kimi yazıram. Bölünsün 10. Bərabərdir. İndi qüvvət yüksəltmə əməlini yerinə yetirirəm. 2 üstü 6 64'ə bərabərdir. 64 vurulsun. 121'dən 1 çıxanda alınır 120. Bölünsün 10. Uşaqlar, indi burada ardıcıl yerinə yetiririk. Birinci vurmazsa vurmanı eləyəcəyim, sonra da bölməni eləyirəm. Yəni, birinci 64'ü vururam 120'yə. Gəlin, burada kənarda vuraq.
Baxın 120-ni vurma 64-ə. Sonra 0, 6 dəfə 2, 12 yazırıq. 1-yə də 6 dəfə 1, 6 isə gəl 1, 7. Alınır burada 0, 8, 7680. Baxın 7680. Bunu da bölürük 10-a, bərabər olur 768-ə. Belə. 768. Keçək digər iki variantı da yazaq. Baxaq. Deməli 9 üstü 3. Nə deməkdir? 3 dənə 9 vurğunun hasili. 9'u 9'a vuranda alınır 81. 81'i də 9'a vuranda alınır 729. Deməli 9 üstü 3'ün qiyməti 729'dur. Yerinə yazıram. 729 çıxılsın. 3 üstü 2 9'a bərabərdir. Mütərizənin daxilindəki qüvvət yüksəltmə əməllərini yerinə yetirdim. Ardını olduğu kimi yazıram. Bölünsün 100 çıxılsın 5,2 bərabərdir. 729'dan 9 çıxanda qalır 720. Bölünsün ardını olduğu kimi yazıram. Bölünsün 100 çıxılsın 5,2 bərabərdir. 720'ni 100'ə böləndə qalır 7,2. 7,2'dən də çıxırıq 5,2'ni. Təbii ki bilirsiniz ki, əgər vurma və çıxma, yəni bölmə və çıxma, toplama, yəni belə bir əməllər varsa, biz təbii ki bilirik ki, birinci vurma və yaxud da bölməni yerinə yetiririk. Daha sonra toplama çıxma. Ona görə birinci bölməni yerinə yetirdim. 720'ni böldüm 100'ə alındı 7,2. 7,2'dən də 5,2'ni çıxanda qalır 2. Belə. Keçək sonuncuna baxaq. Sonuncuda baxaq nə yazılıb. 19,2 bölünsün 6 vurulsun. Birinci mötərizənin daxilinə baxıram. Mötərizənin daxilində qüvvət yüksəltmə əməllərini yerinə yetiririm. Yaxınlaşdırım. 12'nin kvadratı 144 eləyir. Üstə gəlsin 9 üstə 2, yəni 9'un kvadratı 81 bərabərdir. Əvvəlinə olduğu kimi yazıram. 19,2 bölünsün 6 olduğu kimi yazıram. Vurulsun mötərizənin içini birinci eləyirəm. Elir 225 bərabərdir. 19,2'ni bölürəm 6'ya. Alınır 3,2. Yerinə yazıram. 3,2'ni də vururam 225'ə. 3,2'ni də 225'ə vuranda alınır 720. Belə. Bu tapşırığı bitirdik. İndi keçirik 3 nömrəli tapşırığa baxırıq. Baxırıq 3 nömrəli tapşırığa. Boş xanaya uyğun 3 fərqli sadə ədəd yaz. Gəlin yazaq. A variantında, yəni 18'dən kiçik 3 dənə sadə ədəd. Gəlin yaxınlaşdırın, baxın. 18'dən kiçik 3 dənə sadə ədəd. 17. 18'dən kiçikdir və sadədir. Çünki 17 təkcə 1'ə və özünə bölünür. Sadə ədədlər demişik, ağa, yalnız 1'ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Daha sonra 18'dən kiçik 17'dir, 16'dır. 16 sadə deyil. 16 mürəkkəb ədəddir. Çünki 16'nın 2'dən çox böləni var. 15 mürəkkəbdir, 14 mürəkkəbdir. 13 sadədir. Baxın, 13 sadə ədəddir. Buraya yazdım 13. Sonra 12 mürəkkəbdir, 11 sadədir. 11 yaza bilərik. Və yaxud da 2 yaza bilərdim, 3 yaza bilərdim. Bunlar hamısı sadə ədədlərdir. Çünki yalnız vahidə və özünə bölünürlər. Vahid yəni 1. İndi B variantına baxaq. 15'dən böyük, 30'dan kiçik 3 dənə sadə ədəd yazaq. Məsələn, 17 yalnız 1'ə bölünür və özünə bölünür. 15'dən böyük, 30'dan kiçikdir. Daha sonra 19 yazıram. Yalnız 1'ə və özünə bölünür. Sadə ədəddir. Və 23. Yalnız 1'ə və özünə bölünür və sadə ədəddir. Belə. Keçək C variantına baxaq. Baxın, 26'dan böyük, 60'dan kiçik. 29. 29 sadə ədəddir. Yalnız özünə və vahidə bölünür. Daha sonra 31 sadə ədəddir. Yalnız vahidə və özünə bölünür. 26 ilə 60 arasında yerləşir. Sonra başqa nə deyə bilərik? 37 məsələn. Sadə ədəddir. Başqa da deyə bilərik, təbii ki, ardıda var. İndi D variantına baxaq. 42'dən böyük, 59'dan kiçik sadə ədədləri yazaq. Və bunu da nəzərə alaq ki, 59 da bura daxildir. Yəni 59'un özündə götürə bilərik.
Elə birini 59 götürüm. Çünki 59 sadə ədəddir. Yalnız 1-ə və özünə bölünür. Daha sonra başqa nə yaza bilərik? 43. 42-dən böyükdür, bəli. Və sadədir. Yalnız 1-ə və özünə bölünür. Daha sonra 53. 53 yazıram. 53 sadədir. Yalnız 1-ə və özünə bölünür və bu şərti də ödəyir. Keçək Y variantına. 71-dən böyük və 97-dən kiçik sadə ədədlər. 73 sadədir. Yalnız 1-ə və özünə bölünür. Daha sonra hansı ədədi yaza bilərik? Daha sonra 79 sadə ədəddir. Yalnız 1-ə və özünə bölünür və bu şərti də ödəyir. Bir də 83-ü də yaza bilərik. Bu şərti ödəyir və sadə ədəddir. Yalnız 1-ə və özünə bölünür. Keçək indi 4 nömrəli tapşırığa. Deyir ki, mürəkkəb ədədləri haşiyəyə al və bu ədədlərin sadə vuruqlara ayrılışını yaz. Gəlin baxaq. Uşaqlar 5 sadə ədəddir. Yalnız 1-ə bölünür və özünə bölünür. Başqa böləni yoxdur. 8 mürəkkəb ədəddir. Gəlin bunu haşiyəyə alaq və sadə vuruqlara ayıraq. 8 niyə mürəkkəbdir? Çünki 8-in bölənləri çoxdur. 8 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür və özünə bölünür. 4 dənə böləni var, yəni 2-dən çox böləni var. İndi gəlin bunu sadə vuruqlara ayıraq. 8 hansı sadə ədədə bölünür? 2-yə bölünür 4 dəfə, 4 2-yə bölünür 2 dəfə, 2 də 2-yə bölünür 1 dəfə. Sadə vuruqlara ayırdıq. İndi baxaq, 13 sadə ədəddir, yalnız 1-ə və özünə bölünür. 18 mürəkkəb ədəddir, 2-dən çox böləni var. 1-ə bölünür, özünə bölünür. Bundan əlavə olaraq 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür, 9-a bölünür. 2-dən çox böləni var, deməli mürəkkəbdir. İndi gəlin 18-i də sadə vuruqlara ayıraq. 18 2-yə bölünür 9 dəfə, 9 3-ə bölünür 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. 3 3-ə bölünür 1 dəfə, belə. 23 sadə ədəddir, yalnız 1-ə və özünə bölünür. 28 mürəkkəb ədəddir. Çünki 1-ə bölünür, özünə bölünür. Bundan əlavə olaraq 2-yə bölünür, 4-ə bölünür, 7-yə bölünür. Daha sonra 14-ə bölünür. İndi gəlin sadə vuruqlara ayıraq. 28 hansı sadə ədədə bölünür? 2-yə bölünür 14 dəfə. 14 2-yə bölünür 7 dəfə, 7-də 7-yə bölünür 1 dəfə. 31-ə baxaq. 31 uşaqlar sadə ədəddir, yalnız 1-ə və özünə bölünür. 35 mürəkkəbdir, 1-ə bölünür, özünə bölünür. Bundan əlavə olaraq 3-ə bölünür, 3-ə yox, bağışlayın. 5-ə bölünür, 7-yə bölünür. Yəni 4 dənə böləni var. Deməli mürəkkəbdir. Gəlin sadə vuruqlara ayıraq. 35 5-ə bölünür 7 dəfə, 7-də 7-yə bölünür 1 dəfə. Belə. 63 mürəkkəb ədəddir. 1-ə və özündən başqa, yəni başqa bölənləri də var. 3-ə bölünür, daha sonra 7-yə bölünür, 9-a bölünür, 21-ə bölünür. Belə. Gəlin indi sadə vuruqları ayıraq. 63 hansı sadə ədədə bölünür? 3-ə bölünür, 21 dəfə. 21 3-ə bölünür 7 dəfə, 7-də 7-yə bölünür 1 dəfə. Belə. 80 də uşaqların mürəkkəb ədədidir. Çünki 80-də 2-dən çox böləni var. 1-ə bölünür, özünə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 5-ə bölünür, nə bilim, çox 20-yə bölünür, çox böləni var. Gəlin sadə vuruqlara ayıraq. 80 bölürək 2-yə. 40 dəfə 42-yə bölünür. 20 dəfə 22-yə bölünür. 10 dəfə 12-yə bölünür. 5 dəfə 5-də 5-ə bölünür 1 dəfə. Beləliklə sadə vuruqlara ayırdıq. İndi keçirik sonuncu tapşırığımıza. 5 nömrəli tapşırığa baxaq. Bunu silim. 5 nömrəli tapşırıqda deyilir ki, ədədlərin sadə vuruqlara ayrılışından istifadə etməklə dəyişəni olan ifadənin qiymətini tapın. Deməli, 260-ı sadə vuruqlara ayırıblar və sadə vuruqların hasili şəklində göstəriblər. Daha sonra bunu qüvvət şəklində göstəriblər. Gəlin birinci 260-ı biz də sadə vuruqlara ayırıq. 260 bölünür 2-yə 130 dəfə. 130 bölünür 2-yə 65 dəfə. 65 bölünür, deməli, 5-ə 13 dəfə. 13 də 13-ə bölünür 1 dəfə. 13-ə bölünür 1 dəfə. İndi gəlin 260-ı sadə vuruqların hasili şəklində yazım. Baxın, 260-ı sadə vuruqları hansılardır? Onları yazıram elə. 2 vur, 2 vur, 5 vur, 13. Beləliklə 260-ı sadə vuruqların hasili şəklində yazdım. İndi bunu daha da yığcam şəkildə yazıram, qüvvət şəklində. 2 vur 2 nə deməkdir? 2 dənə 2 vuruğunun hasili, yəni 2 üstü 2 deməkdir. 5-dən 1 dənədirsə 5 üstü 1 deməkdir. 13-dən də 1 dənədirsə 13 üstü 1. İndi gəlin burada dəyişənli ifadələri tapaq. Baxın, 2 üstü A yazılıb. 2 üstü neçədir? 2. Deməli, A nəyə bərabərdir? Birincidə 2-yə bərabərdir. Daha sonra 5 üstü 1, 5 üstü 1, baxın var burada və B üstü 1.
B'nin yerine nə durur? 13 durur. Deməli, B də 13-ə bərabərdir. A ilə B-nin cəmini soruşur. 2 üstə gəl. 13. Bu deyilir 15. Belə. A variantının cavabını tapdıq 15. İndi keçək B variantına. B variantında 350-ni sadə vuruqlara ayıraq. Gəlin ayıraq. 350 hansı sadə ədədə bölünür? 2-yə bölünür. Deməli 175 dəfə. 175 bölünür 5-ə. Neçə dəfə? 35 dəfə. 35 bölünür 5-ə 7 dəfə, 7 də 7 bölünür 1 dəfə. İndi gəlin 350-ni sadə vuruqların hasili şəklində yazın. Deməli 350 bərabərdir 2 vurulsun 5 vurulsun 5 vurulsun 7. Bu da bərabərdir. Deməli 2-dən 1 dənədir. Ona görə yazıram 2 üstü 1, 5-dən 2 dənədir. 5 üstü 2, 7-dən 1 dənədir. 7 üstü 1. İndi baxaq, dəyişənlər harda yazılıb? Birinci yazılıb A üstü 1, yəni 2 üstü 1. A-nın yerinə nə durur? 2 durur. A bərabərdir 2-yə. 5 üstü 2 baxın burada da var. Yazılıb 7 üstü B. B-nin yerinə nə durur? 7 üstü 1-dir. Deməli B-nin yerinə də 1 durur. B də bərabərdir 1-ə. A ilə B-nin hasilini soruşur. Yəni 2 vur 1 bərabərdir 2. B variantında tapdıq. Keçək C variantına 420 ədədini indi sadə vuruqlara ayıraq və sadə vuruqların hasili şəklində yazaq. Baxın, 420-ni sadə vuruqlara ayırıram. 420 hansı sadə ədədə bölünür? 2-yə bölünür 210 dəfə. 210 2-yə bölünür 105 dəfə. 105 5-ə bölünür 21 dəfə. 21 3-ə bölünür 7 dəfə. 7 də 7-yə bölünür 1 dəfə. İndi yazıram 420 bərabərdir. Aşağıdan yazıram. Baxın, sadə vuruqların hasilini yazıram. 2 vur 2 vur 5 vur 3 vur 7. Üstü birəsi yaxşı yazın. Bərabərdir. 2 vur 2 dənə 2 ədədinin hasili. Yəni 2 üstü 2 deməkdir. Vurulsun 5-dən 1 dənədir. 5 üstü 1, 3-dən 1 dənədir. 3 üstü 1, 7-dən 1 dənədir. 7 üstü 1. İndi gəlin baxaq, nəyi tapmalıyıq? Yazılıb 2 üstü A. Baxın, A-nın yerinə nə durur? Deməli, burada 2 üstü 2-dir, o da 2 üstü A. A-nın yerinə 2 durur. A bərabərdir 2-yə. B üstü 1 verilib. Sonra verilib 5 üstü 1. Baxın, 5 üstü 1 var. Bunu getdi. 7 üstü C var. Baxın, 7 üstü neçədir? 1-dir. Deməli, C nəyə bərabərdir? 1-ə bərabərdir. Sonra qayıdıram B üstü 1. Deməli, B üstü 1-in yerinə 3 üstü 1 qalıb da. Hamısına baxdıq, təkcə 3 üstü 1 qaldı. Deməli, burada da bəli, B 3-ə bərabərdir. A-nı da tapdıq, B-ni də tapdıq, C-ni də tapdıq. İndi bizdən soruşur ki, A üstə gəl B, yəni 2 üstə gəl 1, çıxılsın C, yəni 3. Bu deyilir 0. Belə. Keçək sonuncusuna baxaq, D variantına. 540 ədədini sadə vuruqlara ayıraq. Baxın. Yaxınlaşdırım. 540 ədədini sadə vuruqlara ayıraq. 540 bölünür 2-yə 270 dəfə. 270 bölünür 2-yə 135 dəfə. 135 5-ə bölünür 27 dəfə. 27 bölünür 3-ə 9 dəfə. 9 bölünür 3-ə 3 dəfə. 3 də 3-ə bölünür 1 dəfə. İndi gəlin 540 ədədini sadə vuruqların hasili şəklində yazaq. 2 vur 2. Yaxınlaşdırın biraz. Vur 5. Vur 3. Vur 3. Vur 3. İndi baxaq. Neçədən 2 vuruğu var? 2 dənə. Deməli 2 üstü 2-dir. Neçədən 5 vuruğu var? 1 dənə. 5 üstü 1. 3 dənə də 3 vuruğu var. 3 üstü 3 olur. İndi gəlin tapaq. Bizə verilib A üstü 2. A üstü 2. 3 üstü B. Baxın 3 üstü B. Burada 3 üstü 3 verilib. Deməli B-ni dəqiq tapdıq ki, B 3-dür. Daha sonra C üstü 1. Hansı ədədin üstü 1-dir? 5-in üstü 1-dir. Deməli C 5-ə bərabərdir. Sonra A üstü 2 yazılıb. Hansı ədədin üstü 2-dir? 2-nin üstü 2. Deməli A da 2-yə bərabərdir. İndi baxaq bizdən nə soruşulur burada? A vurulsun B vurulsun C. Yəni 2 vurulsun 3 vurulsun 5. Bu deyilir 30. Beləliklə səhifə 17-dəki tapşırıqların sonuna gəldik, çatdıq. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun.